Salam, hər vaxtınız xeyir olsun. Mən Dost Akademi Təlim və Tədris Mərkəzinin ibtidai sinif müəllimi, həmçinin Azərbaycan dili və kurikulum müəllimi Solmaz Məmmədova. Sizlərə Tədris Mərkəzimiz tərəfindən 23 mart tarixində 1-ci sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanında istifadə olunmuş Azərbaycan dili və riyaziyyat suallarını izah edəcəyəm. Başlayaq sualların izahına. İlk 20 sual Azərbaycan dili sualıdır. Növbəti 20 sual isə riyaziyyat sualıdır. Demək, sual 1. Verilmiş sxemdəki hecalara uyğun gələn söz hansıdır? 3, 2, 2. Demək, 3, 2, 2 formatında olmalıdır. Kəpənək. Kə. Burada 2-dir. Pə 2-dir, nək 3-dür. Bunu götürmürük. Zürafə. Zürafə. 2, 2, 2-dir. Qurbağa. Qur 3, ba 2, ğa 2. Qurbağa. B variantı. 3 nöqtələr kitabı mənə ver cümləsində nöqtələrin yerinə hansı nitq etiketi işlənə bilməz? Zəhmət olmasa kitabı mənə ver. Xahiş edirəm kitabı mənə ver. Bunları yazmaq olar. Təşəkkür edirəm kitabı mənə ver olmur. B variantı. Variantlardan hansı şəkildə verilmiş meyvənin əlaməti deyil? Bu nədir? Əridir. Ərik demək şirin olur, sarı olur, turş olmur. C variantı. Göy qurşağı sözündəki saytlar hansılardır? Göy qurşağı. Ö, U, A, I. Bu da hansı variantdadır? A variantında. Hansı sözün ilk hərfi həmişə böyüklə yazılır? Quzu, məktəb, nəzrin. Nəzrin qız adıdır. Hər zaman cümlənin əvvəlində də, ortasında da, sonunda da işlənəndə böyük hərflə yazılır. Küçədə olarkən böyüklərdən uzaqlaşmaq olmaz cümləsində neçə söz işlənmişdir? Küçədə 1, olarkən 2, böyüklərdən 3, uzaqlaşmaq 4, olmaz 5. Bu cümlədə 5 söz işlənib. B variantı. Hansı fikir yanlışdır? Sözdə neçə sayt varsa, o qədər də heca var. Düzdür. Sözdə 1 sayt varsa 1 hecalıdır, 2 sayt varsa 2 hecalıdır, 5 sayt varsa 5 hecalıdır. Sözlər səslərdən yaranır, düzdür. Cümlə sözlərdən yaranır, sözlər də səslərdən yaranır. Biz hərfləri deyirik və eşidirik, səhvdir. Biz səsləri deyirik və eşidirik. Biz hərfləri yazırıq və görürük olmalıdır. C variantı. Hansı şəkildəki sözə kim sualını veririk? Pişik nə? Ağac nə? Polis kim? C variantı. Sözlərdən birinin yazılışı səhvdir. Çanta, fırça düzgün yazılıb. Rəsim yazılmır. Rəsm yazılır. İ olmalı deyil. C 3 nöqtələr nəş, üz 3 nöqtələr m sözlərində nöqtələrin yerinə hansı uyğun gəlir? A, Ü, Ə. Demək, günəş, üzüm, Ü. B variantı. Aşağıdakı varlıqlardan hansının adı saitlə başlayır, samitlə bitir? Meymun, samitlə başlayır, samitlə bitir. Balıq, samitlə başlayır, samitlə bitir. İt, saitlə başlayır, samitlə bitir. C variantı. Şəkildə təsvir olunmuş əşyanın adında buraxılmış hərfi bərpa edin. 3 nöqtələr y, nək. Bu nədir? Eynək. B variantı. Səbət, quzu, alma, fənər. Verilmiş sözlərlə bağlı ortaq cəhəti müəyyənləşdirin. Sözlərdə saitlər təkrarlanır. Səbətdə ə, quzu u, alma a, fənər ə. Elə A variantıdır. Sözlərdə samitlər təkrarlanır. Yox. Sözlərdə həm saitlər, həm də samitlər təkrarlanır. Bu da yox. Sözlərdə saitlər təkrarlanır. A variantı oldu. Sözdə buraxılmış hərfləri ardıcıllıq gözlənilməklə bərpa edin. Bu nədir? Zürafə. Zürafə. Ü, A, Ə. Zürafə. A variantı. Şəkilə baxın. Verilmiş hərflərdən şəkilə uyğun gələn sözü düzəldin. Hər hərfdən yalnız bir dəfə istifadə etməklə. Bu nədir? Şamdır. M-ş-a. Demək, hər biri istifadə olunmalıdır. Hər hərfdən bir dəfə istifadə etmək olar. Məsələn, maaşda A-dan 2 dəfə istifadə olunub götürə bilmərik. Aşda, məsələn, M-dən istifadə olunmayıb götürə bilmərik.
Şamda ş, amma hər üç hərfdən istifadə olunub. C variantı. Yol təmir olunur cümləsinə uyğun gələn işarə hansıdır? A-da yol gedirlər, B-də sağa dön, C-də yol təmir olunur. Hecalarının sayı daha çox olan sözlər cərgəsini göstərin. Yarpaq, lovğa 2 hecalıdır. Telefon, müəllim 3 hecalıdır. Televizor 4 hecalı. Səliqəli, bu da 4 hecalı. C variantı. Aşağıdakı cümlələrdən birində durğu işarəsində səhvə yol verilmişdir. Siz hara gedirsiniz? Sual cümləsidir. Kitabın müəllifi kimdir? Bu da sual cümləsidir. Yəni durğu işarəsi düzgün qoyulub. Hansı film maraqlıdır? Bu da sual cümləsidir. Sonunda nöqtə yox, sual işarəsi qoyulmalı idi. B variantı. 3 nöqtələr. Məktəb haradadır? Aşağıdakı sözlərdən hansını əlavə etsək, cümlə düzgün qurular. Xahiş edirəm, məktəb haradadır? Zəhmət olmasa məktəb haradadır? Bunlar uyğun olmur. Bağışlayın, məktəb haradadır? B variantı. 20-ci sual. Yanlış fikri müəyyənləşdirin. Dilimizdə Ğ hərfi ilə başlayan sözlərimiz də var. Cavab elə A variantıdır. Dilimizdə Ğ və I hərfi ilə başlayan söz yoxdur. Cümlə bitmiş bir fikri ifadə edir. Doğrudur. Ad bildirən sözlər kim, nə, hara suallarından birinə cavab olur. Bu da doğrudur. Azərbaycan dili suallarının izahı yekunlaşdı. Keçək riyaziyyat suallarının izahına. Sual 1. Aşağıdakı misallardan hansı ədəd oxu üzərindəki modelləşdirməyə uyğundur? Demək, 3, 9. Ox 3-dən 9-a doğru gedib. Demək, 3-dən 9-a getməsi üçün nə edir? 3-ün üzərinə 6 gəlib ki, 9 alıb, 3-ün üzərinə 6 gəlib, 9 alıb. Bu da B variantındadır. Sonra 10 çıx 3, 8 üzərinə gəlsin 2, 5 üzərinə gəlsin 5 ifadələrinin qiymətinə uyğun gələn bəndi göstərin. 10 çıx 3, 7, 8 üzərinə gəlsin 2, 10, 5 üzərinə gəlsin 5, 10. C variantı. İkinci rəqəm qeyd olunmuş xanaya uyğun gələn oyuncağı seçin. Aha, 2. İkinci rəqəm qeyd olunmuş xanaya baxırıq, şəkillərə baxırıq. Baxın, məsələn, A variantındakı şəkil ikinci xanada var, birinci şəkildir. Sonra C variantındakı şəkil demək, 2 rəqəmi qeyd olunmuş hissədə var. Baxın, 2-dən sonra. Amma B variantındakı şəkil həmin sırada yoxdur. Demək, A və C variantındakı şəkillər 2 yazılan hissədə sırada var. Amma demək, B variantındakı şəkil yoxdur. Ona görə olacaq B variantı. Yəni, biz buna aşağıdan yuxarıya və yaxud da yuxarıdan aşağı baxmırıq da, soldan sağa və yaxud da sağdan sola doğru baxmış oluruq. Ona görə B variantıdır. Zooparkda 5 şir, 2 aslan və 3 qartal var idi. Şirlərin sayı aslan və qartalların hər birindən ayrılıqda nə qədər çoxdur? Müqayisə edin. Zooparkda 5 şir var, 2 aslan var. Şirlərin sayı deyir, aslandan nə qədər çoxdur? Yəni 5 2-dən böyükdür. Müqayisə etmək deyir. 5 şir 2 aslandır, yəni şir aslandan çoxdur. 5 2-dən böyükdür. Sonra şirlərin sayı qartaldan da çoxdur. Yəni 5 3-dən çoxdur. Yenə də 5 2-dən də böyükdür, 5 3-dən də böyükdür. Məsələn, 5 5-ə bərabər deyil, B variantı çıxdı. C variantında 2 5-dən böyük deyil, çıxdı. Qaldı A variantı. 5 2-dən böyükdür, 5 3-dən böyükdür. Yəni şir aslandan da çoxdur, qartaldan da çoxdur. Müqayisə ilə göstərmiş oluruq. Misallardan hansı qiyməti fərqlidir? 5 üzərinə gəlsin 3, 8, 7 üzərinə gəlsin 1, 8. Amma 5-dən 3 çıxanda 2 edir. B variantı. Birləşən kublara uyğun gələn ədəd üçlüyünü və sual işarəsinin yerinə düzgün olan qiyməti müəyyənləşdirin. Birləşən kublar deyil, düzdürmü? 1, 2, 3, demək 1, 2, 3, 4. 4 dənə birləşən kubu var. 3-ünün üzərinə xətt çək ki, bir dənəsi qalıb, düzdürmü? Demək bizə nə lazımdır? 4, 3. Məsələn, B variantında 4, 2-dir, çıxardıram. C variantında 4, 3, amma şərt, demək, cavabda da 3 yazıb. Bunda götürülmür. Bizə nə lazımdır? 4, 3, 1. Çünki 4 dənədir. 3-ün üzərinə xətt çəkəndə biri qalır, axı, düzdür? Qalır A variantı. Yəni, demək, 4-dən 3-ün çıxanda neçə edəcək? 1 etmiş olacaq və yaxud da 3-ün üzərinə 1 gələndə 4 edəcək.
Qaldı A variantı. Demək 4 dənədir. 3-ün üzərinə xətt çəkib 1-i qalıb. B-ni ona görə götürməliyik ki, 2 var. C-ni də ona görə götürməliyik ki, C sualın yerinə 3 yazıb. Yəni 4, 3, 3 yazmırıq. Bizə nə lazımdır? 4, 3, 1. Yəni 4-dən 3 çıxanda 1-i qalmış olur. Və yaxud 3-ün üzərinə 1 gələndə 4 dənə edir A variantı. Sual 7. 5 üzərinə gəlsin, 2 üzərinə gəlsin 1 ifadəsinin qiymətini hesablayın. 5-in üstə 2 gəlir 7, 7-nin üstə 1 gəlir 8 A variantı. Domino daşında xalların ümumi sayını tapın. Nümunəyə əsasən hansı bənddə toplama və çıxmanın əlaqəsinə aid misal yanlışdır. Domino daşında xalların ümumi sayı 5, 1. Neçə edəcək? 6 edəcək. İndi nümunəyə əsasən hansı bənddə toplama və çıxma əlaqəsinə aid misal yanlışdır. 5, 1, 6'dır, düzdürmü? Demək, biri 1'dir, biri də 5'dir. Birin üstünə 5 gələndə 6 edəcək. Sonra və yaxud da 6 dənədən 1 çıxanda 5 etmiş olacaq. Amma deyir ki, 6 üzərinə gəlsin 1, 7. Burada 7-dən söhbət getmir. 1, 5 var. 1 ilə 5 toplayanda 6 edir və yaxud da 6-dan 1 çıxanda 5 edir. Amma 7 yəni yoxdur. Ona görə C variantı. Fatimə bağçadan 2 sarı, 4 qırmızı və 3 bənəfşəyi rəngli gül dərdi. O 2 sarı rəngli gülünü Günələ bağışladı. Fatimənin cəmi neçə gülü qaldı? Fatimə bağçadan 2 sarı, 4 qırmızı, 3 bənəfşəyi rəngli gül dərdi. 2 üzərinə gəlsin 4 edəcək 6. 6-nın üzərinə 3 gəldi edəcək 9. Cəmi 9 dənə gül dərib. O 2 sarı rəngli gülünü Günələ bağışladı. Fatimənin cəmi neçə gülü qaldı? 9-dan 2-sini Günələ bağışlayıbsa 9-dan 2-sini çıxıram 7. Cəmi 7 dənə gülü qalmış oldu. B variantı. 6 üzərinə gəlsin 1 bərabərdir 7. Hansı bənddə qeyd olunmuş misal nümunədəki misalın yoxlanmasına aid deyil? 6-nın üstə 1 gəldi də 7 edir. 1-in üstə 6 gəldi də 7 edir. Toplananların yeri dəyişəndə cəm dəyişmir. Sonra 7-dən 1 çıxanda 6 edir. Amma C variantı deyir ki, 6 üzərinə gəlsin 2 bərabərdə 7. Xeyr, 6-nın üstə 2 gəldi 7 etmir axı 8 edir. C variantı. Şəkildə verilmiş kəpənəkləri 2-2 saysaq neçə qrup kəpənək olur? 2-2 sayaq. Demək 1, demək 1, 2, 3. 2-2 saysam demək sarı ilə mavini 1 götürürəm, çəhra ilə qırmızını 1 götürürəm, bənəfşə ilə sarını 1 götürürəm. 3 dənə qrup olmuş oldu. C variantı. 3-ün 2 qatı ilə 2-nin 2 qatını toplasaq cəm neçə olar? 3-ün 2 qatı 3 vur 2 6. 2-nin 2 qatı 2 vur 2 4. 3-ün 2 qatı 3-ün 2 qatı yəni 2 dənə 3. 3 üzərinə 3 gəndə 6 edir. Və yaxud da 2-nin 2 qatı yəni 2 dənə 2-ni toplayıram 4 edəcək. 3-ün üstü 3 gəndə 6, 2-nin üstü 2 gəndə 4. 6 ilə 4 toplayanda 10 etmiş olacaq A variantı. Sonra güllərin sayının 5-ə tamamlanması üçün neçə çatmır? 3 dənəsi var. 5 olması üçün neçə dənə əlavə gül olmalıdır? Təbii ki 2 dənə. 3, 4, 5. B variantı. Əgər bir əlimizdə 5 barmağımız varsa, 2 əlimizdə cəmi neçə barmağımız var? Birində 5 digərində 5 cəmi 10 dənə. C variantı. Fikrimdə tutduğum ədəd 5-dən böyük, 6-dan kiçikdir. Fikrimdə tutduğum ədəd hansıdır? 4, 5, 6. Təbii ki 5'dir. B variantı. Pişik ədəd oxunda 3-ün üzərində dayanmışdı. O 2 addım irəli, 1 addım geri getsə hansı ədədin üzərinə çatar? Pişik ədəd oxunda 3-ün üzərində dayanmışdı. 2 addım irəli getdi. Yəni 3-ün üstə 2 gəldi. 5. 1 addımda geri getdi. Yəni 5-dən 1 çıxdı 4. Hansı ədədin üzərinə çatdı? 4-ün üzərinə çatmış oldu. B variantı. 1 üzərinə gəlsin 1 ilə 5 ədədini müqayisə edin. Hansı işarə olacaq? 1-in üzərinə 1 gəldi 2 edir. 2 ilə 5-dən təbii ki kiçikdir. A variantı. Kəmalənin 4 nağıl kitabı var idi. Rəfiqəsi ad günündə ona 2 nağıl kitabı hədiyyə etdi. Kəmalənin cəmi neçə nağıl kitabı oldu? 4 dənəsi vardı. İkisinə rəfiqəsi verdi. Cəm neçəsi oldu? 6 dənəsi oldu. 4 üzərinə gəlsin 2, 6. A variantı. Lalə anasına dedi ki, mənə 4 konfet də alsan, cəmi 6 konfetim olacaq. Lalənin neçə konfeti var idi? Ne edəcək? 6-dan 4-ə çıxacaq 2. Lalənin əvvəldən 2 dənə konfeti var idi. Anası ona 4 dənə də alsa, cəmi 6 konfet olmuş olacaq. 6 çıx 4, 2. A variantı. Sonuncu 20-ci suala da baxaq. Şəkildə geriyə sayma verilmişdir. Boş xanada hansı ədəd yazılmalıdır? 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Boş xanada 7 yazılmalıdır. B variantı və bununla da sualların izahı yekunlaşdı.